Yəni gözü qızarırdı və qızaranda deksametazon tərkibli damcılar göstərildi. Dedik ki, ümumiyyətlə bütün həkimlər biz həmişə deyirik ki, 15 gün bundan artıq tökmə qəti qadağandır. Bəzi pasiyentlər başa düşmür və tökür. Bu bizim pasiyentimiz deyildi. Yəni bizdən sonra bu yaranmadı. Hansısa başqa yerdə onu yazdılar. O da mütəmadi olaraq onu istifadə edir. Gözdə mirvari su yaranıb bir qədər, gözdə qara su yaranıb, gözdə göz təzyiqi artıb gedir steroid glaukoma. Həmin bu damcıların əks təsirinə görə gəlib ki, bəli, məndə qara sudur və görmə qabiliyyəti azalıb, görmə sahəsi daralıb, gözdə göz təzyiqi. Qızartını aradan Qaldırmaq üçün bəli, bu problemlər mütləq bu barədə pasiyentlər diqqətli olsunlar. Yəni təcili şəkildə müalicə etdik. Birinci növbədə glaukom olan pasiyentlərdə göz təzyiqini salmaq lazımdır aşağı səviyyəyə, aşağı saldıq xüsusi dərmanların vasitəsilə və daha sonra bu prosesi dayandırmaq üçün